Sirrimi bilen ya, bana bazen gülen ya. Kaş evimi bir olsun, evleri gördelen ya. Elinden tutsun bahar, teline düşmesin kar. Elinden tutsun bahar, teline düşmesin kar. Elvan güller adın, bize gül gönderen yar. Elvan güller adın, bize gül gönderen yar. Küsüşendimdir hayat, eşkini söndürme yar. Denizimse yer gökse, menden söndürme yar. Elinden tutsun bahar, teline düşmesin kar. Elinden tutsun bahar, eline düşmesin kar. Elvan güller adın, bize gül gönderen yar. Elvan güller adın, bize gül gönderen yar. Elvan güller adın, bize gül gönderen yar. Elvan güller adın, bize gül gönderen yar.
qonaqlar, mehriban dostlar, qohumlar və tanışlar. Mən məclisin tamadası kimi, özünüz yaxşı bilirsiniz ki, tamada bizim sözdür, yəni yeməklərin naçəlniki deməkdir. Bir tamada kimi xahiş edirəm ki, qədəhlərinizi və badələrinizi doldurasınız. Xahiş edirəm sizdən. Hazır. Buyurun. Əziz qohumlar, mehriban dostlar, bugün bizim şadlığa gələn qonaqlar. Bugün xüsusi bir axşamdır. Bugün iki sevən gəncin şadlıq günü. İki sevən gəncin hicran saatlarının qovuşma dəqiqələri. Yeni Sovyet ailəsinin təməli qoyulan bir axşamdır. Sağ ol. Əla. Müdriş babalarımız çox gözəl deyiblər. Hər gül məhzı bir bülbülündür. Əgər bizim bəyimiz həsli baharda şaqraq kimi ötən bir bülbüldürsə, gəlinimiz qönçə misallı, hələ açılmamış təzə bir qönçə, nazəmin, ismətli həyalı bir gəlindir. Xahiş edirəm bəylə gəlinin sağlığına bir toş. Xahiş edirəm ilk qədəhlərimizi içək. Bizim əziz, bizim gözəl göyçək, ismətli, həyalı adları nədir? Adı. Neyin adı? Deyiləm. Adı, Rasim Hə. və Rəfiqə. Hə. Hə. Bəli. Əziz qonaqlar, buyuruz. Hoş gəlmişsiniz Şəki Şəkərin. Əlçərin yoldaşlarım, əziz qonağımız gəlir. Əyləşin. Mehriban qonaqlar, əziz qohumlar. Mən deyərdim ki, qədəhlərimizi, badələrimizi qaldırdıq. Rasimlə Rasimənin sağlığına. Ada, görədi. Amma bir məsələ də var ki, mehriban dostlar, bir ayağa qalxın xahiş edirəm. Əl çalan yoldaşlar, əl çalan. Görürsünüz ki, necə qəşəng, necə gözəl, necə mehriban, necə xoşbəxt cavanlardır. Bir tuş əyləşin. Nəçidir? Bəy nəçidir? Neçidir? Ada, hamısını yazıb sənə vermişik ki, oxu yine ismi çox bu da. Neçidir? Oğlan zatdır. Nedir o? Diş qayrəndir. Əziz qonaqlar, Rasimcəm nəinki respublikamızda və mən deyərdim ki, respublikamızdan kənarda da tanınmış diş həkimlərindən biridir. Təsadüfi deyil ki, respublikamızdan çox uzaqlardan gəlirlər Rasimcanın yanına diş çəkdirməyə, diş düzəltdirməyə məhz Rasimcanın yanına gəlirlər. Mənə bax, oğlan hələ oxuyub yine sütü qusarmayın. Başa düşür. Mehriban qonaqlar, özünüz görürsünüz ki, bəylə gəlinimiz necə də bir-birinə yaraşırlar. Yaxşı deyiblər ki, ərlə arvadın torpağı məhzı bir yerdən götürdüm. Özləri də uyğun gəlir, adları da. Tarixə müraciət edək. Qeydi və Məcnun, Əsli və Kərəm, Aşıq və Qərib və Rasimə. Rəfiqə Rasimə kimdir? Yaxşı. Ada bəsi də. Əziz və möhtərəm qonaqlar, təklif növbəti sağlıq haqqında belə olacaq. Bugün məclisimizin iki səbəbkarı var. Hamınıza məlumdur ki, hər bir səbəbkarın da məhzı bir
səbəbkarı var. Və mən istəyirəm bunu içək, bəylə gəlinin, valideynlərinin sağlığına. Mən bəyin atası haqqında bir-iki kəlmə söz demək istəyirəm. Bəyin atasına uzun ömür, can sağlığı arzulayaq və xahiş edirəm geyin. Allah için sağla. Ne için? Sağla. İyi. Adı ne atası ya? Ha. Atası ne diyor? Ne olsun? Zat ne diyor? Atası sanırım. Yok. Yok. Atası. Ha. Üç yıl bundan kaba öldü. Öyle şey. Yoldaşlar, bize bugün beyimizin atasına can sağlığı arzulamak kısmet olmadı. Bayaq deyildiği kimi beyin atası 3 yıl bundan qabaq ölüb və neysə belə riskli şeyləri yada salmayaq, kişinin ruhu şad olsun. Şad olsun ki Rasimlə Rəhimə kimi Ada gene başla. Rasimlə Rəhimə kimi iki cavan böyüdü. Qoy Rəhimə yok. analarının südü nasıl onlara halal olsun. Rəhimə yok ada. Ana südü ki var. O süt meselesini çok ağırma yine. Ne için? Süt bilirsen bizim gelin. Bəli. Hele uşaq vaxtından ana süt yemeyip Başa düşdüm. malışla böyüyüm, malışla. Sen necə malışı? Malış necə malış? Necə malış? Benim başıma malış başa düşmürsən. Yox, merak Ada, sen özün alimentle böyüməmsən. Ha? Alimentle böyüyəndə o da malışla böyür də. Paraşokla. Bir tuş! Xahiş edirəm, söz demək üçün hazırlaşın, yeyin, söhbət edin, tanımayanlar tanış olsun, məclisimizin qonaqları ilə. Əşi, bu sözün siyahı, siyahı deyil, burada hamısı yazılıb da, bəy gəlin, ataları, anaları, əmiləri, dayıları, mötəbər qonaqlar, hamısına spesialli tost, uzaq qohumlar, obşi tost, institut yoldaşları, obşi tost, Bazarkom Nadir, spesialli tost, profesör, nazir mavini, rəssam birləşdirmək, Yaxşı. Ahtabazanın qaynanası xüsusu qeyd eləmək, Necə Ahtabazanın həkimlər qaynanası? obşi tost, Bu nə artistlər yazılır? obşi tost, təbrik eləmək, JEK müdürü, spesialli tost, JEK-də yazılıb hamısı burada qoy məndən deyil. Mən bir güzel məclis aparam ki mən. Hansı yekin, hansı? Deyə 609-cu kvarta. Bak say 609 lan. Gülme adam bizim bir şekilde yok. Bizim kvartal 906 direk. Başa başa şey, bunu əmzə. Mənə görə ki, məni zaten o ismi soxuyorum. İsmi soxu mənə görə. Düzələr, düzələr, mandalin. Gələ. Ne güzel öyle. Ay dayı. Meclis tutarandan sonra düzeliyor. Gələ bax, mən Ada bu bizim ismi çok değil ki. Vay. Burada cuma akşamı yazılır. Meğer bu cuma akşamları da gidiyor. Düzələr, Yasin okuyandı o. Düzələr. Ay dayı. Ne güzel. Bahadır var. Burada Hə. cuma akşamı yazılır. Bugünler ne gündür? Şembe. Nədir bu ya? Şəmbə nə də ki, yazmışam da burada. Şəmbənə görüm. Şembe başa düşmüş. Hey. Subata! Nə? Subata! Yaxşı. Subata! Bir tuş. Dayıcan, bu paşa oğlu ispisini səhv salın. Sən belə elə, sən mənə kömək edə bilərsən. Qonaqlar kimdir, nəçidir? Bir yanında oturmuşsan, yavaş-yavaş deyəsən, mən də deyərəm, və sana piştamam da. Kül benim başıma. Ne üçün? Sana kömək edeyim. Bəli. Ada mən bilirəm bunlar kimlərdir. Mən də sənə kim bunları birinci dəfə görürəm. Bunları hala tanıyırəm, mən ki, sənə nişan verim. Bəyəm, Mən sən... tanımıram. Ay dayı. Tanımıram. Başa düşürəm ya. Sən bəyəm, bizim bəyin atası deyilsən. Yaxşı, bunun neyini Allah yutsun. Ada adama ne ada diyerler. Ada atası yok. Atası ölü. Başa düşdüm də dayı. Öldü. Başa qılay. Ölü. Sən neysə? Ben onun
Dayısı. Dayı. 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 Bir tuş. Tuş. Dedim çok içmeyin. Day biraz çok içeyim. Hayatınla dartıran penceğini içme. Neyse mecliste böyle şeyler çok olur. Meclisimizi devam ettiririk. Ay kişi, sağlımın oğlunun dilinden elə bir dürrü cevahir tökülür. Deyirəm ölmeyeydim, o günü göreydim ki, Kamil balamızın da qabağına bir halal süt əmmiş çıxıb, onun toyunda belə sındıra oynayaydık. Tamadanız da bax, bu Surxayzadə olaydı, qiyamət tamadandır. Rəddələ, görmədin qonşumuz Mənzərin qızının toyunda, içəndən sonra ağlayır. Abi, Cəlil, arzunuz ürəyimizdə qalmasın. O tutardı Surxazadiyə, o təyyamları nəçər etdilər. Onu sizin toyunuza tamada götürür məndən. Düşünə sağlıq dostum. Mən gözümü yer zaman soğuk. Onu da deyirəm ki, bak hamınız mehriban olun, xoşbəxt olun. Belə necə eləyin, nətər eləyin, nə tör eləyin, deməyəsiniz, can sağlıqsın. Deyirəm ay Tahir. Kaş bizim de kızımız bak böylece oturaydı o stolun başında nişanlısıydı. Tam adamızdaki Surxayzadə. Ayın 3'ü 5. mikrorayon Şadlıq evi 6'sı köyünün turist yuxarıza xalta məni laf dilxar elədi ya. Deməli 7'si Nesinin kiçik toy meclisi 9'unda da bize ona da göy kitabı. Ay can. Bunu da Bütün bunlar keçmişin qalıqlarıdır. Elə bu barədə mən çox mühasirələr oxumuşam. Toy cavanların şadlıq günü olmalı. Elə olmalı. Biz isə bundan istifadə edirik. Özümüzü göstəririk. Var dövlətimizi nümayiş edirik. Eyb olsun. Niyə burada iştirak edirik? Özüm də bilmirəm. Nəysə. Sağ ol. Qızıma belə toy eləməyə qoyma. Elə də la. Sağ ol. Yaxşı yox. Bu nə biabırçılıqdır ya? Sənə 1000 dəfə demişəm ki, məni belə toylara gətirmə. Elə bu? Belki indi orada qəfildən quruşdan qalıb, ola bilər. Subaylarımızdan gələk, sağ olun. Şartlılarla görüşək, çox sağ olun. Vəssalam. Subaylarımızdan gələk, can sağ olun. Sağ olun. Salamat. Gel. Yaxşı. Siyahını çaşbaş saldığın üçün. Sağ olun, çok sağ olun. Herkesi toyda görək. Mən həmçə meclislərdə... Yadındadır bunun toyda. Bəli. Siyahını çaşbaş saldığın üçün səni 5 manat cərim edirəm. Canik, axı biz uşaqlıq dostuyuz. Uşaqlıq dostuyuz. Bir də belə eləsən, zattım. Xuda hafizsiniz, xuda hafizsiniz. Zat demişkən, səni bir gecənin içində uğurlatdıracam. Uşaqlıq dostu. Aladır. Doğrudan yaxşı yadıma saldın. Biz sənə uşaqlıq dostuyuz. Beşliyim mənə. Neyçin Canik? Uşaqlığımı yadıma salacağım. Sən uşaqlıqdan mənə 45 manat borcluydun. İndi qaldı, yox 50 manat borcluydun. İndi qaldı 45 manat borcum. Bu ki. Sağ ol.
küçədir, nə meydan, nə otaqdır, nə eyvan, nə gülü çiçəli bağ, nə yaxın, nə də uzaq, nə gülü çiçəli bağ, nə yaxın, nə də uzaq. Görüş yerimiz dünya, bu gözəl əziz dünya, görüş yerimiz dünya, bu gözəl əziz dünya, bu görüş yerimizdən geniş alem açılır, bu görüş yerimizdən sevinç səsi ucalır. Nə bir kənddir, nə şəhər, nə payızdır, nə də yaz, nə istidir, nə ayaz, nə payızdır, nə də yaz, nə istidir, nə ayaz. Görüş yerimiz dünya, bu gözəl əziz dünya, görüş yerimiz dünya, bu gözəl əziz dünya, bu görüş yerimizdən geniş alem açılır, bu görüş yerimizdən sevinç səsi ucalır. Bağışlayın, üzr istəyirəm. Bax, mən yuxarı gedirdim, xanım qız. Eyb etməz. Aşağı düşüb bir də qalxarsınız. Bağışlayın, bu bilirsin nədir? Axı bu... Mən birinci mərtəbədə olmalıyam. Çox acab. Mən də 10-cu mərtəbədə olmalıyam. Mən tələsirəm. Heç dəxli var sən Allah, tələsir. Bəlkə mən sizə çox tələsirəm. Bir də ki, mən liftə sizdən qabaq minmişəm. Əhsən. Əsər. Amma mənə də Mərcan deyərlər. Çox gözəl. Anlar ki, oyunu başa vurdunuz. Mərcan. Lift xarab oldu. Azı yarım saat buradayım. Hamısı da sizin höcətliyinizdən. Yarımca saat kifayətdir ki, nişanlınız öz nişanını qaytarsın. Öz ləyaqətini qoruyan qız heç vaxt bu qədər gözləməz. Görünür, subay qalmalı olacaqsınız. Siz də qız qarayacaqsınız. O boks çempionu çoxdan çıxıb gedir. Bir dəqiqə. Bəs olmadı. Bu gülləri mirik saklarına verəcəm. Bəlkə biraz buraya yumuşalım. Bir zamızına geçtik. Buyurun. Çox sağ olun. Xoşbəxt olun. Harada qalmasın? Bax, bunlar üçün. Bunlar üçün gedir. Bu nə?
Sən mənə gül almışsan. Ola bilməz. Evlənirəm. Təşkil edirəm ki, mən öləcəm. Yüz. 200. 500. Ata batı o eli. Yine çaştım bak. Eşit böyle iş olar. Ne olur? Yığışdırmış şişirləri buradan da ayıblı bakayım. Eve qonaq gələr, yaxşıdır. Niye lazım bakayım? Ne danışırsan ay kişi? Ne pətələn danışırsan? Uşağımın işləridir, sənətidir. Bu ne sənətdir? Sənət. Getdi özünə sənət tapdı da. Ben deyirdim uşaq, heç olmasa vəkildən zatdan olardı. O patsudimliləri zadı zaşşət eləyərdi. Əli də ki, pulla oynayardı. Ya da bər başına. Heç olmasa şairdən yazısından olardı. Ha? Ay kişi, baxırsan ona. Teatrda bilet oynayır, artisti. Bütün dünyanı gəzib. Paris'də mükafat alıb. Sən mənim canım bir buna bax. Motosiklet sürəndir, çempiondur da. Hələ bir ona bax. Qaçandır, gör nə qaçır. Başın tiklər də vızdırıb. Sən dəli oğlun beynində qaçmaqdır, atlanmaqdır, tullanmaqdır. Paris'dir, Londondur. Elə ona görə də evlənmir də. Düz deyirsən ay kişi. Mən də elə onu deyirəm də. Deyirəm bu qulağından alıb, o biri qulağından bıraxır.
Deyirəm ay bala bir evləneydin. Mən də sənin toyunda bir canı dildən oynayaydım. Sonra da oturub nəvə nəticələrimin əzab əziyyətini çəkəydim. İstedi. Ben... Tamam da. Yamandır ne vəziyyəti çəkənsən. Hele ki oğul evlenmiş. Oğlum ne olar? Evlen. Ay Allah nevem olaydı. Ay Allah oğlum evleneydi. Hele ki oğul evlenir. İti görüm, burdu görüm, gelini görmeyeyim. Yaxşısan Allah. Yaxşı, yaxşı. Sen demeyinden bile çıxır ki, indi mənə qismət olmayacaq. Oğlumun toyunda bir sındıra oynayım. Doğrudan. Sen de beni toyda bir defa sındıra oynamak için benim gecem gündüzüm olmayacak da bütün ömrüm dığdığla geçecek. Bilirsen de atalar deyip o ağıl topuk Yaxşı, bilirəm. Başa düştüm. Allah manatlıqlar, beşliklər götür. Pul el çirkidir. Çok pulla meşgul olma. Kitap oku, kitap. Bak, qadasını alın bunların. Benimki bulardı. Bak, kitap. Hellas. Okumak lazımdı. Toyun bütün tədarükü hazırdır. Günü sabah desin, hazıram. Allah bir halal süt emmişi göndermir de. Gönderdi ayana. Gönderdi. Ne gönderdi? Kim gönderdi? Ne danıştın ay baba? Sen istedin. Bir istediğin yardı. Hə. Getirdi pervertikar. Evlen. Ne danışırsın? Uy. Mama sana kurban olsun. Zarafat eləmirsən ki. Yok. Ben anlatmırsan ki. Yok. Ah, hadi bir görüm kimlerdendi. Hardandı. Bak ana. Anası profesör. Atası da profesör. Özde 5 dil bilir. Alman dili, İngiliz dili, Fransız dili, İtalyan dili, İspan dili. Biz de İspan dilini İngilizce bile nispeten pis bilir. Ama söz verir ki gelen payızda... Sakla bu İspan dilini bir otur görün burada. Kulak as. Bir görüm kimlerden de haralıdı, Bakırdı yoksa rayonlu. He? Ya Şimal Şərq Azərbaycandandır. Ya da Cənub Qərb Azərbaycan. Ya Qubalıdır. Ya da Arınalı, Qazaxlı. Ya Şamaxılıdır. Ya da Naxçıvanlı. Lənkəranlıdır. Ya da Balakənlidir. Ya da ki gözlüğü yemşəkilidir. Yox. Deyəsən Bakılıdır. Qəribə söz danışır ey vallah. Bəs adam örgənib bilməz ki, kimlərdəndir, haralıdır, rayonludur, Bakılıdır. Bilməz bəs adam elə şeyləri. Ay ana. Mən acıl kadrıyam. Onu işe götürürəm. Yaxşı. Sabahtan ona bir anket verərəm. Yazar hamısını doldurar. Meskomdan kasetləmə lazım deyir ki. Yox, hə? Lazım deyir. Bax, belə eləyir, sonra görə evlənmək istəmirəm. Yox, heç nə demirəm. Mən daha sustum. Sən mənim ağıllı balamsan. Pis qız sevməzsən. Kamil, mama sənə qurban. Düzünü de. Ney? Bunlardan döyür ki. Hansılar? Bunları deyirəm də. Yox ana, yox. Hə? Onlardan deyil. Onlardan deyil ay ana. Amma onun da şeklini çəkmiş. Bir dəqiqə. Necədir? Kıyamettir. Sen beni sevindirdin Kamil. Allah seni sevindirsin. Çadırımı sallam başıma, üz gözümü bezerem. Çadırımı sallam başıma, üz gözümü bezerem. Gedip sana kız aktarıp her tarafı gezerem. Gedip sana kız aktarıp her tarafı gezerem. Günü sabah elçi gönderirim. 700
Ay kişi, 800, axı bir söz demedin. 900, Senin axır sözün ne oldu? 1000, 1100, Ya qoyasan öz işlərini sapmanlıya. 1200. Eşim benden ne istiyorsan axı ya. Birisi gün gideceğim pes mazara. Haftayı gün reviziya gelir. Ta o bir gün de seni tanıyor. Bunlar da ki bu kızın ait işte. Şimdi ben neyine bakayım? Birce sabah boşam. Sabah, Ha sabah. ne olsun? Boşam be. Qoy sabah olsun. Sabah daha yaxşı. Sabah gedərsiz. Hə, nə deyirsən? Ya sabah, birce sabah. Ay kişi, sən atan görü bu işi uzatma. Adı bir de gördüğüm fikrini değişti ki, evlənmirəm. Bir kıza bax. Bax be, elə bilirsən, belə kızı tapmaq asandır. Hə, nə deyirsən? Yaxşı dayı uzatma. Dedim sabah, deməli sabah da. Yaxşı, yaxşı. Bir də bura bax ha. Mən ora sənin o bazar alverişlərini apara bilmərəm. Ən mötəbər, ən hörmətli adamlar getməlidir. Qız evindən professor olsa, oğlan evindən gərək akademik olsun. Var, akademik tiyatrda bir 3-4 dostum var. Ama vurandılar. Akademik teatr neyirəm mən? Akademik özü. Onlar da... Akademik. Var. Akademik. Ay sağ ol. Var. Var. Diyen. Bir akademik var. Dostu öyle ama tanış da. Yani yanıma gelir arvadı bazdı. Balıktan ötürü sinol yedi. Hem işe hafta 8 ve 9 yanımdadır. Diyor ki arvad balık isteyin beni eve koyma. Bu sefer yanıma gelende ki ya yüreğim balık isteyir. Ben de diyerem könlü balık isteyeni. Ay kişi biri de papaq eləyirsən ona gəlir. Qulaq as. Bir də xahiş edirəm səndən, özün demirdin ki, sənin müştərilərin hamısı şairlərdir, yazıçılardır, artistlərdir. Bax, sən mənim Avara da var, bazar da. Ha, indi nə olar? Sən bax, içində qoy bir-iki dənə laureatı zadı olsun. Laureat? Aha. Şakayla sen Nadir'i ne bilmişsen? Nadir! Başa düştün de, ona göre de ben özüme nadir arvat tapmışam. Ev yoktur arvat. Onları her akademikinin qabağına ben 4 akademik, profesörünün qabağına 3 profesör çıkartmasam, atamın mənə verdiyi süd, anamı mənə verdiyi süd haram olsun. Alo. 66 68'dir. Alma hanım sensen. Salam Melek'im. Başıma dönüm. Tanımadın. Derdine yananı tanımadın mı? Sen Darçın Bey'imi tanımadın. Darçın Bey'imdir. Necə Alma hanım? Ne var ne yok, ata bala necədir? Şükür. Ağustin asofba. Böyürlər, qurban olara, belə olara. Neçə kil oldular? Maşallah. Ağlamaz. Həri. Mənə bax Günər. Afiyet üstünə pulu verdin. Laf yaxşı. Saxlamazlar nəziri. Əcəb elədim. Ana xanım getdi. Arsan da sardı. Yox. Vay. Ali indi dəli olacaq ki. Sən Allah. Ağabacı geçsin, ağa verdim, derdin çeksin, ağzımı açma yine. Cemaatda tüfek var, Bu herifine ki, herifine ad kalmadı. 10 dakika danışır. Kimdi herif? Benim kesin bu herifine ad kalmadı. Adı herif asma koymuşsan. Garip adam hindiye götürmüşsen elmesi. Alo, ağa sənin dönə burada biri var sıfırınca. Harada qaldım? Asallı necədir?
Barıştılar. Kurban olaram elə. Avutlar. Harry. Harry. Çöhəz. Bir tüttülü dərmandır mənim üçün. Şeşsən. Adamın ki gətirməyəndə gətirmiş. Şeşsən. Darıqmayın şəkil şəkəriç. İnşallah atarsınız. Dülü. Buyuruz. Təbrik edirəm şəkil şəkəriç. Attınız düttülü. Təbrik edirəm. Ey Sürxayzadə. Ne koyup ne aktarırsın? Dünyanın işine bak gör, beni neyle tebrik ediyorlar. Düttülüyle. Vaxt vardı beni, böyük vazifeler, alovlu çıkışlar, fundamental tələbələrlə tebrik ediyorlar. İndi Dülü. Sürxayzadə, ben o telefonu görürsen onu elçe bir yanda dayanıp kirmişçe, yetim uşaq gibi büküp boynu dayanıp. Ancak vaxt vardı ki, yangın söndüren maşın kimi sesi götürmüşdü alemi başına. Akşamınız xeyir Şakir Şəkəriç. Gecəniz xeyrə qalsın Şakir müəllim. Sabahınız xeyir yoldaş Şirinov. Yoldaş Şirin. Mən indi odu söndürüb külü ilə oynayıram. Hiç hürmet eləmeyin Şakir Şəkəriç. Siz elə bilirsiniz ki oralarda sizi unuturlar. Heç var. Sizin kimi tecrübeli kadrı istifadesiz koymak olmaz Şakir Şəkəriç. Bir de gördünüz ki telefon zəng çaldı. Şakir Şəkəriç buyurun gelin iş başına. Ve telefon zəngləri çalandı birbirine. Bir keçen güne gün çatmaz, çalasan günü güne. Ancak ne bilmiyorlar Sürxayzadə, belki sen diyen oldu. Telefon zəngləri birbirine çalananda... Bak onda siz dostunuzu düşməninizden ayıracaksınız. Onda bileceksiniz ki Şakir Şəkəriç pis günde kimin vefası neymiş. Ben de geldim elə size değmeye, baş çekmeye, ehvalınızı soruşmaya. Çok sağ ol. Çok sağ ol Sürxayzadə. Sağ ol ki beni yad eləyirsən, bilirsən diye. Çünkü senin çöreğin dizinin üstünde değil. Eybi yok. Vaxt gələr əvəzini çıxaram. Sənin bu yaxşılığını mən yadıma salaram. Ne danışırsın Şakir Şəkəriç? Mən elə adamlardan değilim. Mən duz çörək kəsdiyim adamla qəbri evinə qədər varım. Mən gedim Şakir Şəkəriç. Sağ olun, mən gedim. Oldu. Şakir Şəkəriç. O mesele vardı, balaca bir xahiş. O yadınızdan çıkmıyor ki. Ne? Yok, yadımdan çıkmaz. Çok sağ olun. Görebilmirəm onu son zamanlar. Ancak mütləq görəcəyəm, diyərəm. Mənə belə gəlir ki, o da mənim sözümü yerə salmaz. Əlbəttə. Çünki dünyadır da, vaxtılar onun da mənə işi düşər. Bir örkən ne kadar uzun olsa gelip geçer hardan? Toyxanadan.
Ailəsi kimdir? Atası neftçidir. Anası... Heç bilmirəm anası nəçidir. Bir də bunun nə dəxli var? Əsas odur, özü yaxşı oğlandır, insan adamdır. Sən hardan bilirsən ki, o yaxşı adamdır, yaxşı insandır, hə? Necə yəni? Tanıyıram da. Demək görüşmüsünüz. Gəzirsiniz. Gözüm içine düz bax. Sən heç bilirsən ki, sən kimin qızsan, hə? Bir cavab ver mənə görüm. Şakir Şekeroviç Şirinov. Kimdir bu Şakir Şekeroviç Şirinov, ha? Nazir muavin. Nazirin keçmiş muavini. Keçmiş olanda ne olur? Nazir elə. Keçmiş nazir. Olsun elə keçmiş nazir. Nazir. Ana, mən çox gözəl bilirəm bütün bunları. Bax, əgər keçmiş nazirin keçmiş muavininin qızından bu oğlanın xoşu gəlirsə və keçmiş nazirin keçmiş muavininin qızı da bu oğlanı bəyənirsə, bu bəyən pis işdir. Bax, əgər keçmiş nazirin keçmiş muavininin... Görüm, sən mənə lap çaşdırdın ki. Demək istəyirsən ki, bu oğlan da keçmiş nazirlərdəndir. Yox, nazirlərə zada dəxli yoxdur. Nə indikinə, nə də keçmişinə. Bəyəm onun haqqı yoxdur. Yoxdur. Nə yoxdur? Haqqı yoxdur ki, elçiliyə göndərməmiş, hərisini almamış, üzüyünü barmağına taxmamış, ayaq açdıya gəlməmiş bir qızla elə-belə görürsün. Rast ki, deyirsən ki, fikri belə seriozludur, onda bu ağsaqqallarını göndərsinlər elçiliyə. Biz də baxaq, görək, ölçək, biçək, cavablarını verək. Nə deyirəm ki? Mən axı necə deyim ki, elçi gəlin? Sən onda deyin ona ki, mən səni daha danışmıram. O da deyəcək ki, nə üçün? Deyən ki, bilirsən nə var? Dünən qonşumuzun qızına elçi gəlmişdi. Mən də ot olub yerdən çıxmamışam ha. Mənim də atam var, anam var, qonum qonşu var. 5 dostumuz, 5 düşmənimiz var. Belə desən başa düşəcək ki, elçi gəlməlidir. Ay, əgər belə anlamazdırsa, onda çətin ondan sənə ər olsun, bizə də ki tükəkən. Yox, məncə başa düşər. Bax, birdən soruşdu ki, neçə nəfər elçi gəlsin? O baxır, ay qızım, onun qabiliyyətinə, qanacağına. Hər halda biz tərəfdən də bir 3-4 nəfər qonşudan, qohumdan, əqrəbədən olmalıdır da. Bir də ki, 3 nəfər nazir muavin. Keçmiş muavinləri. Ay qızım, biri elə yenə də muavin işləyir. Deyirlər, onu bir aydan sonra çıxarırlar. Deməli sən, bu elçilərin bir aydan sonra gələcək? Mən axardan bilim. Ay, haçan gəlməlidirlər ki? Lap elə sabah qoy gəlsinlər. Mən etiraz eləmirəm. Lap yaxşı. Gedib deyərə. Bura bax Mərcan. Amma rəsmi adaxlanana qədər səni onunla görüşməyə qəti qədağan edirəm. Baş üstə. Belki kinoya gelir. Yox. Mən evə gedirəm. Gönlü aşağı havada. Belki biraz gelir. Dünən qonşumuzun qızına elçi gəlmişdi. Yaxşı. Mən gedim. Elçi gelmişti. Sen oraya tələsirsən. Yox, ora niyə tələsirəm? Mən o deyiləm ki. Hə? Yerdən çıxmamışam ki. 3 nəfər dostumuz var, 5 nəfər düşmənimiz. Yox, 5 nəfər dostumuz, 3 nəfər düşmənimiz. Ya əksinə, 5 nəfər. Qonum, qonşumuz, atam, anam. O deyil ki, yerdən çıxmayıblar ki. Ay kız ne değilsin, hiç de başa düşmüyorum. Başa düşmürsən? Onda anam dedi ki, bizə sənin kimi anlamaz kürəkən lazım deyil. Senden hiç gözlemezdim.
Deyirəm axı, səhərdən başlasan. Soğumusan nədir, sevmirsən kimsə? Sami. Sevirəm. Ama anam dedi ki... Bugünden seni tanımıyor. Axı niyə? Elə de. Qara qızın dərdi varmı? Bunu sadə dillə de, biz də başa düşək də. Yoxsa başlamısan, qonum qonşu belə gəldi, dost düşman belə getdi, o tərəvəz ardınca oradan gəldi. Sabah elçilərim, cağ-baca atanla ananın huzurundadır. Görüb eləyən olar. Sen bir kalbisiz danışırsan ikram. Görsünler de, meğer biz birbirimizi sevmirik. Sevmirik. Şimdi dost var, düşman var. Əvvəl gərək bizimkilər gəlsinlər sizə, rəsmi, elçiliyə. Sənin hərini alsınlar. Sonra kim bizə nə deyə bilər, hə? Madem ki sizinkiler gelmek istiyor, buyursunlar. Ama benim atamın böyle formal işlerden hoşu gelmiyor. Özün bilirsən də, atam ateizm üzrə professor, düzdür. Çörəyi Allah'tan çıxır. Daha doğrusu Allah'ın olmaması barədə leksiyalar var. Odur ki, belə şeylərə dinin, köhnəliyin qalığı kimi baxır. Kamil! Madem ki sizinkiler gelmek istiyor, buyursunlar! Deməli, o bizim nümayəndə heyətimiz gəlir sizə, elçiliyə! Yox, yox. Nə elçibazlıqdır. 40 ildir mən zəhmətkeşlərin ateist tərbiyəsi haqqında mühazirələr oxuyuram. Könəlmiş adət ənənələri inşa edirəm. İndi nə oldu? Bu keçmişin qalıqların əsiri olmalıyam, bircə bu qalmışdır. Axı ay Tahir ayıbdır, elin adəti var. Axı gələcəklər qızın hərisini istəyəcəklər. Oyan buyan bilmirəm. Qız oğlan bir-birini istəyirlər. Nə sonra? Evlənmək istəyirlər. Tabi get. Daha bu dəndəskəh niyə lazımdır? Ancaq quru rəsmiyyət. Yox. Növbəti mühazirəmdə mən bu barədə ətraflı dayanmalıyam. Mutlaq. Bəs atam nə vaxt qayıdacaq? Bilmirsən bala, bu həftə dənizlədir. Sübh tezdən vertolyotla yola düşüblər. 10 gündən sonra növbəsi qutaranda qayıdacaqdır. Ay dədəm vay. Mən batdım ki. Necə? Alo, canı çıxsın yarışda havada giyməsin o ayaqqabını. Bəli, buna bax. Necə? Alo. Biri böyüdü bir balaca ayaqqabını, biri plastik corabdan girsin, o birisi yün corabdan. Ben o ayakkabımı ona vermeyeceğim ki.
Ayakkabımı, şalvarım. Ayakkabımı, ayakkabımı. Alo, belə deyin. Sen de diyen görüm işim. Alo, siz o adamınla işin... Sonra, selamünaleyküm çekeriz. Hoş geldiniz. Buyurun eyleşin. Sefa getiripsiz. Necip sizler de bizi yad edipsiz. Eyleşin. Ne oldu? Hiç. Ciddi bir şey Yok, yok. Hele. Hiç belədir ki. Necəsiz? Bax şart çəkərik. Əgər şart xəbərdən gəlmişsinizsə, benim akşam deyirəm, muştuluğu məndə əla bir toz. Olacaq Surxayzadə. Şad xəbər də olacaq, muştuluq da olacaq. O adamı axır vaxtlar görmürəm. Görən kimi deyəcəyəm, ümidvaram ki, özü də düzələcək. Mən dedim, bəs yəqin... Yox, sən ürəyini buz kimi saxla. Mən axı sənə söz dedim. Mən indi sənin yanıma başqa iş üçün gəlmişəm. Biz hazır, ayaqqabı, botu... Yox, ayaqqabı, botu məsələsi deyil. Sən bu axşam bizdə olmalısan, xeyir iş var. Qızıma elçi gələcək. Xoşbəxt olsunlar, subaylar üçün. Hediyəsiz, oğlu uşağı olsunlar, baba olasız. Amma məsələ belə ki, şəkil çəkərik. Mənim məzur tutun, mənim bugün möhkəm bir işim var. Ona görə də məzur tutun məni. Yox, sən hökmən bizdə olmalısan Surxayzadə. Hökmən. Yoxsa səni də salaram o siyahiyə, bilirsən də, hansı siyahəni deyirəm. Bağda ərik var idi, salam məlik var idi. Bağdan ərik qutardı, salam məlik qutardı. Özüm bil. Mən istəyirdim sənin işvə bir əncam çəkim. Özüm bil. Şəkil çəkərik. Nə danışırsınız? Mən oyunda dedim ki, mən elə adamlardan deyiləm. Saat neçədə, hava harda? Saat 7-də bu axşam bizdə. Məsələ belədir, mənim bugün vacib işim var saat 7-də. Sən gedirsən mikrorayona, bax indidən də pulunu ayırıb qoyuram. Oradakılara deyirsən ki, mən biraz gec gələcəyəm. Saat 10 üçün. Ona bir 5 dəqiqə qalmış mənim havamı çaldırarsan, oynaya içəri girirəm, biraz da duzlu çıxar. Bəli, sən Allah. Olsun, olsun, olsun. Böyük xanım necədir, bacı xanım necədir? O əlbəttə xanımı gördüm lambaqda. Sənin canın elə arıqlayıb, imam cücəsini oxşayır, elə yardım gəldi. Olsun, olsun, olsun. Sən Allah. Vay, 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 vay. Ağa, badam bacı yenə toylarda balaban çalır. Üstəyi bala ne deyir? Qarı ilə soxun böyük yağanı. Adı Dəngüldür, Bahadırın tayıdır. Həri. Ağa, ülkəni işləyir. Aldı? Nə? Sən Allah! Ağa! Şükür Allaha! Sağ əl olmayanların başına daha cücəlli qalanlı bir yanma olmaz. Bir balağa! Hə? Balağa! Hə? Sən Allah! Oynəl, Bəhram, Bəhiyyəttin! Hamısı toydaydılar. Hamısı toydaydılar oyunları. Üç badam bir goz, üç badam bir goz, üç badam bir goz, üç badam bir goz. Çəkmin, götürün. Bir şeylərdir. Bəli, bəli. Nə şeydən gətirmişsin? Bəli, götürün. Bu antiqi olar. Ölçün. Çəkmin, götürün, nə lazımdır? Nə qədər lazımdır? Peki siz bizdən nə alasınız? Götürün. Çox sağ ol. Götürün. Bağımda üzüm kaldı, üzüm kaldı. Yemedim üzüm kaldı, üzüm kaldı. Bu gelen müşterinin annenim, annenim. Hamsında gözüm kaldı, annenim, hey hey. Kurbandır. Kelem gül açtı neneli, dilim dolaştı neneli.
Kelem gül açtı neneli, dilim dolaştı neneli. Gel ağaç gel. Ay bağışlayın, buyurun sizin için ne güzel buket hazırlamışım. Onu götürün kurbandı size. 3 badam bir goz, 3 badam bir goz, 3 badam bir goz, 3 badam bir goz. 100 200 300 400 Ne oldu? Akademi taktın? Seni ne demek? Aa gelmişsin yanına. Değilim, akademik taktın. Ne akademik? Ha akademik. Ha tapmışam diyende. İkisine zengeledim. He. Yediler kabaptırovkaya gidip. Hara gidip? Kebap, kamandirovkaya. Yaxşı. Akademik olmur. Bədəvətdə lap professor da yarıyar. Profesör. He. İkisine zengeledim de. Ne dedi? Herisi bir bahaneyle aradan çıkır. Ha, hiç danışmak istemiyorlar. Onlar sen olasan, asablaşır adamda. Şefsizleşme bir söhbet. Ama biri var da sekti hayat onlar sana. Gör dünyanın hansı yeridir ki, dost senti. Atkaz elədim ben ha. Sen olasan deyir bu yaxında, bilirsən belə disertasiya zaşat eləyirəm, olmaz. Ha, belə şeylərə deyir pis baxırlar, sonra pis qələmə verərlər. Hə razılıq vermez. Bir yoxdur, nə olar? Qoy o dasent olsun, mən də olum nadir. Bir yoxdur. Əlbət bir gün onun ürəyinə balıq düşəcək. Balıq düşəndə mən ona deyərəm ki, könlü balıq istəyən. Eşi bir diyen görüney, yani bir şairden mahirden, yazışıdan mazışıdan qapazlaya bilmədin. Sən də qapazlaya bilmədin. Mən neynim onların qurultayıdır. Ha. Adı bihabroloji, bəs necə olsun? Neçə var, bir şey fikirləşər. Sən arxayın ol, fikirləşər yaxır bir şey. Mənim şairim, sən də keyfdəsən. Nə lazımdır, kimsən? Bu bazarın böyüdü sizsiniz. Tutalım mənəm ana, sözlüydü tez elə. Gelin tanış olun. Profesör Tahir Mahirov. Sözlüydü də, başa düşdük də.